5 dəqiqəyə bu cür dadlı, qəşəng şokolad yağı hazırlayırıq. Kuxnamı biraz yığışdırdım, təmizlədim. İndi isə gedirəm marketə. Sizlərlə super qəşəng video çəkəcəm. Çox asan, tez hazırlanan inşallah. Gedək alış-veriş eləyək, gələk. Xanımların, kişilərin daha çox yaşadığı problemdir. Xanımlarını gözləyirlər. Yoldaşım da məni gözləyir. Deyirəm, hə, gəlim. Hələ gedib hazırlaşmalıyam. Gedib hazırlaşım. Mən hazır oldum. Gedək. Gedirəm elə qapı açmağı. Varotanı açım. Sonra geldik magazine. Az qalıb. Çatırıq. Bura. Çatdıq. Burada çoxlu şirniyyatlar var. Tort ləvazimatları var. Ən sevdiyim magazində. Çox şeylər var burada. Qatlaşmış sütlər də baxın buradan alıram. Классно. Беру от сгущенка. Qatlaşmış süt. Bu şekilde. Столько всего интересного. Bu rahatdır çox. Qabıda cızmır. Bunu götürürəm. Bu şirniyyatlar üçün burada. Akkuratla konfetlər eləyəndə qoymaq olur. Bu burada 1 kilo. Gerkules de buradan alırım. Silipkalar, qabartmalar, her şey var. Ne lazımdır eve, her şey burada. Bakın, şamlar için, dondurma için de bundan alırım. Şimdi dondurma eləyirəm özüm. O kadar şey var burada. Olsun. Sonra bakalım. Soçlar geçtim. Tamı var. 50 litre. Yok. Tak. Bunun yekəsi. Onlar pişmiş malakodan. Aldım. Lazım olanları çıxartdım. Ne lazımdı aldım. İndi isə gedirik evə hazırlamağa. Geldim markete. Hardanki kurtunu alırım. Oradadır. Gutenberg. Сейчас пойдем в Гутенберг. Мне нравится, отсюда покупаю. Ой, ben çaydan alırım. Oral Grey esas baştan. Teşekkürler. Bu ne alecek ki? Şotlandiya kralı. Şotlandiya kralı. Ром, нас угощают чаем. Sera da var. Diyor ki sen iç, sera da var. Bize de var. Teşekkürler. Çayın adı ne oldu? Çayın adı Şotlandiya Krallığı. Şotlandiya Krallığı. Kokladacağım sizi bakalım. Хочу шоколадик. Угощают, не отказываемся. Burada şokoladlar da çok süper da. Dadlı da. Bakın çay. Bu ne verdik? Ne? Bakın bunun içinde var. Göz kendi ardımızdan santiranın çikolata Как тебе? Отлично. İyi mi bu? Faydalı bir şey. Çok. Karşı. Buradan olsun, böyle kapaklık olsun, elendir. Ha, 90 derecede dem almalıdır. Çok çay öz ətini bıraksın. Dedem. İpiste. Pencere demiş ki ipiste. Kap kaynar, pişen tendir çök. Сегодняшний. Bugünün Такой. makaronlara geldik. Makaronları tam sıdaktı. Pişende. Həmişə aldığımdan alıram. Reklam değil. Sadece yaxşıdır. Ona göre. Onlar spagettisini sevir. Spagetti. Gedək. Mən
Mən daldalı gedim. Qazuyu bizim sevimli limonadımız. Çox dadlı olur. Hər marketdə satılmır. Nə qədər var yığırıq. Bunun içində Gürcüstan yadımıza düşür deyə sevimlimizdir. Mən xəncirlə istədim. Bunu paylaşıb sizlərlə şokoladı ilə bir yerdə. Xəncir istəmədi dedim, amma iyrənc bir şey olacaq. Dedim trenddir də, hamı çəkir, biz də çəkir. Maraqlıdır. Bir də israf olacaq. Yəni kim sevmirsə duzlu ilə şokoladı heç eləməyin, israf eləməyin. Getdik. Manatdır. Yem semçi qaldı. Kupila sayı semçki. Nəhayət gəzdik, aldıq. Oturacaq maşına. Eyvə. Hələ video çəkməliyəm. Hava qaralır. تو خوشگل منی تو عشق منی تو senden ayrı kalmağım ağırdı bilirsen. Mamam gilə gəlmişəm, qapını açır, balaca oradan baxır. Mağazinə gələndən sonra həmişə gəl mamaya deyirəm. Sonra gedirəm. Qəşəng mamulikumdur mənim. Kimin belə maması var? Mənim. Qapıda gözləyir. Quzu kəsərəm. Qapıda həmişə gözləyir. Ona görə marketdən sonra mama deyirəm, sonra gedirəm. Yəqin ki, bütün evlatlar mamaları gilə gedəndə əli boş çıxmırlar. Bizdə də mama həmişə sağ olsun kroklarımızı doldurur. İndi də doğa pişirir. Şu balonu da doldurub. Bir balon. Can. Quzu kəsərəm sənə. Çatdıq evə nəhayət. Göstərmək istəyirəm ki, həmişə suallar verilir ki, bəs hardan alırsınız Gerkules? Gerkules nədir? Yulaf. Sonra küncü, tort ləvazimatı yerindən alıram. Luboy, yəni fərq eləmir də hansında. Əsas tort şirniyyat ləvazimat yeri olsun ki, orada hər bir şey satılır. Yağlı kağızı da oradan alıram. Rulonunun metrəsi çox olur. Metravoy. Yəni oradan həm sərf edir qiyməti ilə, həm də ki, yəni deyirəm, çoxdur metrəsi ilə. Küncüsü də belə alıram. Yarım kilo, 1 kilo alıram, qoyuram evdə. Çünki piçenlərə istifadə edirəm. Yulafı da, Gerkulesi də belə kilo ilə alıram. Korobkalarda almıram. Tez-tez istifadə edirəm deyənə, ona görə kilo ilə daha sərf edir. Mənim kimi, kim ki şirniyyat hər dəfə pişirir, yəni tez-tez hazırlayır. Yəni lazım olan şeylərdir də evdə. Ona görə həmişə çalışaram ki, pula qənaət eləyim belə şeylərdən. Yaxşı olsun, az olsun, təmiz olsun. Həm də ki, menüyü oradan almışdım. Buyur. Bir də ki, qatlaşmış süd. Videomda da demişdim sizə. Mən həmişə yekədə alıram. Bu dəfə yekə yox idi. Bu şəkildə aldım. Türkiyənin olur, Rusiyanın olur. Fərq eləmir də. Bir də bizim 3 cürə, 3 çeşiddə olur. Qatını alıram. Hansı ki, daha belə qatlaşmışdı. Onu götürürəm. Kakaonu da sizə deyirdim ki, kakaonu da mən kilo ilə alıram. Bu kilosu 29 manatdır. Yəni alanda indi kim neçə manatlıq istəyir, yəni alır. Çox superdir. Tündür, qəşəngdir. Yəni bundan qəşəng şokolad hazırlamaq olur. Bu günləri də bundan şokolad hazırlayacağam. Xəncirlə. Sonra nə aldım? Sonra vanilya aldım. Bu qədər. Dedim birinci baxım necədir. Sonra təriflədilər orada xanımlar. Dedilər ki, çox yaxşıdır. Biraz tökən kimi, yəni vanilin iyi yayılır. Axırıncı bir Dubaydan almışdım. O çox super idi. Az qalıb qutarırdı. Dedim qoy alım, biraz götürdüm. 1 manat 20 qəpiklik. Dedim görüm necə olar şirniyyatda. Onu da sizlərlə paylaşaram. Qabartma dediyim kimi mən istifadə eləmirdim. Soda istifadə eləyirdim. Amma nəsə orada bir qaza gəldi. Aldım. 98 qəpiyə bu qədər düşür. Bunu işləd bitməz. Yəni çoxdur. Amma yenə deyirəm, sodaya daha çox üstünlük verirəm. Evdə olsun da. Xəncir pişirəndə uşaqlar soda yox, qabartma sevirlər istifadə eləməyi. Belə, bir də bunlardan faydalıdır. Yəni istifadə edin hər gün. Budur qurtarmışdı. Və başlıq, yekə başlıq aldım. Xəncir bu günləri mamasının qonağıdır mətbəxində. Burada salamlar. Başlayalım aşkım. Gəlin. Başlayaq. Gəlmişəm şokolad sözü eşitmişəm. Aha, yoxsa belə də gəlmirdin, gör ha vaxtı. Onlar şokolad yağını çox sevir. Bayağı bəyənilir. Misal üçün marketə getməyə həvəs yoxdur. Ona görə
inanıram ki xaladenikdə hamıda süddür, yağdır, kakaodur var. Hər bir xanımın evində şirniyyat bişirən, həm də Pisok uşağı vurmuruq. evdə olan. Bəli. Düzdür. Təsok vurmuruq. Pisoku, yəni şəkəri istəyən vursun, istəyən vurmasın. Biz əlbəttə ki, əlavə edəcəyik. Onu qoymamışam, düzdür bura. Yəni demək istəyirəm ki, şəkərsiz də eləmək olar. Şəkərsiz də var. Evet. Aha, başlayaq. Çox sonra diyetadadır. Həm də ki, göstərək ki, necə super hasant hazırlanır, hə? Gözünüzün qabağında hər şey baş verəcək. Magiyasız. Bəli, başlayaq. Ding! Qab lazımdır. Məndə nə sağlamam. Aparat Aparat lazımdır. lazımdır, aparatın qabı lazımdır. Düzdür? Və bunlar da ki, bir mağazinə gedib aldığımdır. Evdə süddür. Yağdır. Bir Duru də yağ. əsas 2 əl. 2 əl. 4 əl. 4 əl də olur. 4 əl. Axırda. Büyüməm kuxana 4 əl. İnşallah. Uşaqlarınızı çağırın, uşaqlarınızla bir yerdə eləyin. Ay, Bir- bizlə zaman keçirdin. O sözsüz, həqiqətən də. Bax, uşaq istəyir, gəlir deyir ki, ay mama, şokolad yağı istəyirəm. Elədir. Düzdür? Burada ay bala, gəl bir yerdə hazırlayaq. Ay, Düzdür? Həm Həm anaya kömək olur. həm yox, balaya maraqlı. həm də balaya maraqlı, həm də bir yerdə vaxt keçirirsiniz. Ay veriyor. Tamam, şunu açayım. Vız. Südü əlavə edirəm qaba. Hamısını, qramlarını həmişə dediyim kimi aşağıda paylaşacağam. Mən bu videodan paylaşmışam. Varım. Uzun şəkli, qəşəng xırdalıqlarını, dəqiqliyini hamını başa salmışam. Yəni necə ilk dəfə hazırlayanlar üçün. Uca adamın əli öyrəşəndən sonra inansız göz ölçüsü, uca belə tökdün, hazırladın, 5 dəqiqə, heç 5 dəqiqə vaxt aparmır, atın soyuducuya. 2 dəqiqə də olar. Çox istəsiz. Südü tökdüm qabağa. Yağı elə tökmürəm, amma bir dəfəlik hamısını. Kakaonu tökək. 3 xörək qaşığı kakaodur. O bəs eləyir də. Mən tündünü aldım. Var açıq kakao, var tünd kakao. Mən tünd həmişə alıram. Qaşıqla gəl, xörək qaşığı. Xörək qaşığı. 1 qaşıq, 2 qaşıq bitsin. Demirəm, 3 xörək qaşığıdır. Belə. Mən bu tündür. Yox, bu ağzına qədərdir. Bunu biraz boşaldır. Bax, deyən ana. Sən. Yox. Yox, hə bu Dənəciklər dənəciklər qalmayacaq. Yox, blenderla eləyəcək də Ha. qalmayacaq. Amma eləməyi də istəsələr eləsinlər. Amma o vaxt blenderla- tapar. Aha, mən istəyirəm göstərim ki, necə rahat olur. 1 2 3 məncə bəs eləyər. 3 bəs eləyir, Çox həm də tünd. bayağı. Hə. Çünki bu kakao çox qaradır. Bunu qoyuram kənara. Buradan. Öz kakaonuza görə eləyin. Məsələn, kimdə ola bilər ki, çox svetlidir, biraz yenə əlavə edin. Bir də ki, şokolad Dadı. yağının dadı qəşəng olmaq üçün kakao nədir? dadlı olmalı. Kakao dadı olmalı. Kakaodan az eləmirik. Bol. bol eləyir, həm də kakaonun dadı qəşəng olmalıdır. Hə. Əsas odur da. Hə. Düz. Şəkər, yağı indi hələ gözləyirik. Şəkər də töküm. Maraqlıdır. Sak mənə İşlədirəm. verdim. Şəkəri Nə verirəm qədər, balama. nə qədər, nə qədər? Onu da 3 xörək qaşığıdır, amma bax da 1. az olar təzədən tökərik. 2. Çaş qorxuram dağıtmağa. Gör blender işləyir. Tokdadır. İşləyir. Hazır. Drilə oxşayır. İndi burada yağın hamısını əlavə etmirəm. Yağın yarısını əlavə edirəm. Qatıq istəyiriksə sonra obrusunu da əlavə edəcəm. Bismillah. Birinci əlavə edim, sonra. Davay, начнем. Və indi Mən əsas tuturam. moment. Mən tuturam. Gəlim sənə yaxın. Yox, yaxşıyam. Davay, getdik. Yüz faiz. Onu tutmam lazım değil mi? Nasıl uçacak? Evde şakal da var. Seni göstereyim. Baba, Hele de duruldu. Bir, hə, Biraz tam deyil qatı istədiyimiz kimi. Bu daha Biraz çox koktelə da oxşadı. Hə. Aha. Dağıtmırıq. Dağıtmırıq. Yağı yenə əlavə edirəm. Davay, asta-asta. Ne olur asta-asta. Atlanmasın şampuan. Dayan anaşım. Çox alındı. Hə, çox yağ tökdükcə belə çoxalır, dağılacaq. Qabı dəyişdirək. Qabı dəyişək. Aha. Onda rahat. Qabı dəyişdirin ki, rahat olsun. Şu, israf olmasın. İndi qatlaşır. Bayağı qatlaşır. Çox Nyam-nyam-nyamdır. Hə. Oy, dondurma deyil. əsl dondurma. Kakao çox dadlıdır. Ona görə kakaosun dadlı seçində.
Doğrudan kakao çox Yağını fərqlidir. qoymadı lap çox vurum da, lap bərk eləməyini olmağını istəmədi. Çox sevirəm. Dondurma kimin olsun da, belə çıxardıb qırağa Puding qoyanda. stili. Tipa pudingin biraz belə qatı. Amma çörək yaxılacaq. Aha, O indi heç. mən bunu aparım soyuducuda, biraz saxlayım, dadına baxayım. Məncə çörəyi gətirirsən, qəşəng soyuducudan çıxardırıq. Çörəyi də gətirirsən. Bu çörəklə niyə gəlmirsən? Baxdıq da. Bir ola istisi mağazindən almışdım. Hə, indi biraz soyub amma heç olmaz. Dadı oldu. Hamı belə yemir, hamı belə yeyir də. Yox da, dilim çəkiliş üçün qəşəng olsun. Amma hamı elə bil ki, sizlər də necə, как у всех. Hamı da kimi, Hamı hamı da da olduğu kimi. kimi. Hə, belə daha. Uşağım belə istəyir. Necə istəyir, elə də olsun. Düzdür. Çörək həm qəşəngdir, şokolad Bayağı. sütündə də super olur. Gəl. Əllə qəşəng qopardırıq. Bismillah. Bunu. Tövsiyə edirəm, gezin durun deyil. Siz də çörəklə yeyin. Aha, bu çörəyi qoyun da kənara. O Sağ ol. qədər bəsdir. Hə, hə, gəl bunu ortadan bölək, sürtəyimin arasına. Aha. Bax, maşallah, nə qəşəng. Soyuducuda Necə qalır. bərkiyib deyə hələ az yağ vurdıq biz. Soyuducuda qalır, qəşəng. Bərkiyir. Tez istəyirsinizsə dondurucuya qoyun. İstəyir sürtsün olur, sizə Zövqə görə. baxın. Bizdə xəncir xoşdur ki, şokoladlı belə Nə qəşəng. siz onu Oy, sevir. xəncir sevmir. Mən heç sevmirəm o qədər Zeyza şokolad. bol sevir. Bankanı boşaldı. Hə, xəncir belə eləyir. Bu ona bəs eləyir də. Maşallah Zeyzamız. İndi Aşkım aşkım, çay südü. aşkım, yavaş. Mən yeyirəm. Gəl ilk dadına baxım. İlk deyəndə ki, обижаешь. Yox, nə qədər yemişəm də mən indi dadını bilirəm amma ekranlarda siz görməmisiniz. Onun üçün gedişdiyəm. Bilirsən. Wow, nə qədər qatıdır. Balama çay sürdü, çağırmaz. Hazırlayın, axşam qəşəng. Təndir çörəyi alın, sürtün, oturun, yeyin. Çayla ləzzət. Yox. Bayağı dadlıdır. Hələ bir əsl şokama küsürdülər də. Ayırmaram. Tam mağazində satılan şokolad yağlarından çox dadlı. Və əsas da faydalı. Əsas həm də ki bilirsiniz ki, Şokolad. içində ərzaqları, yəni hansı ərzaqlardır?